Hər kəsə salam, mən Nicat və həmkarım Nigar. Sizi TLA podkastda xoş gördük. Bir balaca özümüz haqqında məlumat verim. Biz ingilis dili kursu olaraq fəaliyyət göstəririk şəhərimizdə və bu bizim ilk podkast buraxılışımız olacaq və siz bu podkastda nə öyrənəcəksiniz, biz nə danışacağıq, o haqqda sizə məlumat verim. Biz çalışacağıq ki, buraxılışlarımız müddətində sizə ingilis dilini necə öyrənmək lazımdır, İngilis dilini öyrənərkən hansı detallara diqqət etmək lazımdır ki, siz daha yaxşı nəticə alasınız. Çalışacaq ki, bu buraxılışımız ərəfəsində öz təcrübələrimizdən öyrəndiklərimizi sizlə bölüşək. Bugünkü mövzumuza gəldikdə isə sözün açığı çox fikirləşdik. Bugün hansı mövzu olsun, nə haqqında danışaq və fikirləşdik ki, insanların əsasən dil öyrənməyə başladığı zaman ilişib qaldığı bir məsələdən danışaq, hansı ki, İnsanlar hardan başlamaq lazımdır, bu detalı bilmirlər və yaxud da başlaya bilmirlər ümumiyyətlə. Bu detal haqqında danışacağıq. Eynən Nigar, hardan başlamaq lazımdır, necə başlamaq lazımdır? Bəli, çox aktual və gözəl sualdır Nicat. Məncə ilk öncə biz məqsədimizi aydınlaşdırmalıyıq. Məqsəd aydın olmalıdır ki, biz artıq nəyi edəcəyimizi, digər etapda nə edəcəyimizi bilək və ingilis dilini məhz aydınlaşdırmalıyıq ki, nə üçün öyrənirik? Mən xaricdə təhsil almaq üçün öyrənirəm, yoxsa karyeramda yüksəliş və irəliləyiş üçün öyrənirəm və s. Və ilk əvvəldə qeyd etmək istərdim ki, biz ingilis dilinin 4 komponentini anlamalıyıq. 4 komponent dedikdə dinləmədir, danışmadır, oxumadır, yazmadır və bu komponentləri paralel şəkildə inkişaf etdirməliyik. Əgər biz ancaq ki, deyək ki, qrammatikaya və yaxud da lüğətin öyrənməsinə və danışmaya fokuslanırıqsa, o zaman biz səmərəli və effektiv nəticə almayacağıq. Bundan başqa məncə biz fundamental biliklərdən başlamalıyıq. Məsəl üçün biz sadə bir günlük istifadə edə biləcəyimiz sözlərlə başlamalıyıq, sadə cümlələr qurmalıyıq və aşağı səviyyəli videolar izləməliyik və yaxud da aşağı səviyyəli podkastlar dinləməliyik. Və əlavə nə deyə bilərsiniz Nicat? Əslində bu məqsədin təyin olunması çox vacib bir məsələdir. İnsanların çoxu bunu belə underestimate edir, yəni küçümsüyür həqiqətən. Hansı ki, bu çox vacib detallardan biridir. Fikrimcə hətta mən deyərdim ki, insanlar yazmalıdır. Çünki yazanda ümumiyyətlə bu araşdırmalarda da göstərilir. Yəni ki, ümumiyyətlə biz nə zaman ki istədiyimizi, o məqsədi yazı üzərində yazırıq, onu gerçəkləşdirməmişdən əvvəl bizim əlimizdə material bir şey olur, yəni. Amma çox insan deyir ki, okey, mən bilirəm beynimdə, misal üçün mən xaricdə təhsil almaq istəyirəm və s. və ilə axır. Kifayət eləmir fikrimcə. Yazmaq lazımdır həqiqətən ki, okey. Hətta deadline qoymaq lazımdır. Çünki deadline qoymayanda bu gedir procrastination. Deadline artıq ertələməyə gedir və bir son nöqtə olmur misal üçün. Mən 2 ilə öyrənəcəm, 1 ilə öyrənəcəm. Bunu belə dəqiqləşdirmək lazımdır mütləq və mütləq fikrimcə. Məqsədin dəqiqləşdirmək bu çox vacib məsələlərdən biridir. Mən bir mövzuya da toxunmaq istəyirəm əslində. Fikrimcə insanlar məqsədi dəqiqləşdirməklə eyni zamanda psixoloji olaraq da hazır olmalıdırlar. Çünki ümumiyyətlə öyrənmək təkcə ingilis dilinə bu keçərli deyil, amma öyrənmək çox belə ağrılı, acılı bir prosesdir həqiqətən. Və çox insanlar da həqiqətən buna hazır deyillər. Və biz təcrübəmizdən də bilirik ki, tələbələrin çoxusu bir balaca çətinliyə düşən zaman nə edir? Buraxmağa meyl edir ki, okey, məndə alınmayacaq. Fight or flee məsələsi kimi. Eynən. Yəni mübarizə aparmaq yoxsa qaçmaq. Çox insanlar əslində damğalayır ki, okey, mən ingilis dili mənlik deyil, mən də ingilis dillik deyiləm, yəni və buraxırlar. Fikrimcə psixoloji olaraq da hazır olmaq lazımdır. Hətta Effortless English A.J. Hawk öz kitabında deyir ki, ümumiyyətlə ingilis dilini öyrənmək 80% psixoloji bir məsələdir. 20% bizim istifadə edəcəyimiz bir sistemdir, yəni. Yəni sizə Cambridge-dən, British Council-dan deyək ki, Oxford-dan çox möhtəşəm bir sistem verərlər, amma siz əgər psixoloji olaraq hazır deyilsiniz, ingilis dilini öyrənməyə give up edəcəksiniz təəssüf. Bəs necə bir məsələ var ki, bəs bu psixoloji deyə də qorxularımızdır, utancaqlıqdır. Bunları necə aşmalıyıq? Məncə ilk əvvəl bu qorxuların üzərinə getməliyik. Və biz komfort zonadan çıxmalıyıq əlbəttə ki, yəni komfort zonanı çıxdıqdan sonra belə deyim, inkişaf heç vaxt siz
siz olduğunuz şərait və sizə yaxşı belə bir şəraitdə olduğunuzda heç vaxt o inkişaf getməyəcək. Gərək o inkişaf ancaq siz belə qarşınıza çıxan maneələrdə onları aşmaqla nail ola biləcəksiniz. Qorxuları aşmaq üçün açıq olmalıyıq səhvlər etməyə. Səhvlər etmədən öyrənmək olmur. Yəni məncə ən yaxşı təcrübə elə səhvlər etməkdir. Həyatda etdiyimiz səhvlərin nəticəsində biz nəyisə öyrənirik və bu ömürlük olaraq yaddaşımızda qalır. Bundan başqa bu çətinlikləri aşmaq üçün məncə ilk əvvəl ingilis dili mühiti yaratmalıyıq və tələbələrin qarşısına çıxan çətinliklərdən biri budur ki, özlərinə ingilis dili mühiti yaratmırlar. İngilis dili mühiti yaratmaq deyəndə o demək deyil ki, biz gedib xaricə mütləq getməliyik, orada biz özümüzə dil daşıyıcıları tapıb onlarla ünsiyyətə girməliyik. Əgər bu imkanlar yoxdursa, özünüzün yaşadığınız yerdə, yəni ki, məkanda da bunu yarada bilərsiniz. Və sual ola bilər ki, biz necə bu şəraiti özümüzə yaradaq? İlk əvvəl deyərdim ki, özünüzə geri dönüş mexanizmi tapmalısınız. Geri dönüş mexanizmi dedikdə onu nəzərdə tuturam ki, bir partnyor tapmalısınız ingilis dilində, danışan partnyor tapmalısınız. Əgər ki, bunu tapa bilmirsiniz, yaxud da utanırsınız, yaxud da çəkinirsiniz kimdənsə ünsiyyət olmağa, yaxud da introvertsiniz deyək ki, ya özünə qapanıq insansınız. O zaman shadowing method var ingilis dilində, yaxud hər hansı bir dildə video izləyərək onların dediklərini təkrar eləməklə və yaxud da səslərinizi qeydə ala bilərsiniz. Səsləri qeydə aldıqdan sonra, yəni bir həftə, bir müddət keçdikdən sonra öncəki ilə və indiki səslərinizi müşahidə edə bilərsiniz ki, məndə nə qədər inkişaf gedir. Bundan başqa isə mən deyərdim ki, ingilis dili mühiti yaratmaq, yəni ki, siz kiçik videolar izləyə bilərsiniz, aşağı səviyyəli. Əgər aşağı səviyyədədirsə, ilk başlayırsınız, podkastlar izləyə bilərsiniz, kitablar oxuya bilərsiniz. Bununla da biz artıq ingilis dili mühiti yaradırıq və bir müddətdən sonra artıq görəcəksiniz ki, nə qədər inkişaf gedibdir. Hətta deyərdim ki, hər gün 1% də olsa, 30 dəqiqə də olsa siz ingilis dilinə özünüzü məşğul edirsinizsə, bir ay sonra artıq siz o irəliləyiş inkişafı özünüzdə müşahidə etmiş olacaqsınız. Digər Nicat, çətinliklər nədir öyrənənlər üçün? Çətinlik əslində biri elə bu qorxu məsələsidir. Yəni həqiqətən öz təcrübəmdən də deyə bilərəm ki, insanlar səhv etməkdən həqiqətən çox qorxurlar. Sanki dünyanın sonudur yəni. Amma sən də dedin, səhv etməsək düzü görməliyik. Səhv etmək lazımdır ki, düzün nə olduğunu bilək. Və əgər bu səhv etmək məsələsini tam olaraq məncə başa düşsək ki, mənim ingilis dili öyrənmə prosesimdə səhv etmə çox böyük bir rol oynayır. Hər şey dəyişəcək həqiqətən. Nəinki ingilis dilində mən həmişə tələbələrə deyirəm ki, bunu başa düşsəniz başqa şeylər də həyatınızın hər bir aspektində təsir edəcək müsbət şəkildə. İnsanlar ümumiyyətlə çox stupid görsənmək istəmirlər də. Qorxurlar. Okey, başqaları mənə nə deyər? Səhv eləsəm gülünc görsənərəm kimi qarşıda. Amma yox, qətiyyən. Baxsaq ümumiyyətlə bəzi insanlar var ki, ümumiyyətlə ingilis dilisi danışır adam. Amma çoxlu səhv edir. Danışır, bəli, eynən. Baxır digərləri çox qibtə ilə yaraşır ki, okey, səhv etsə belə danışır. Ona görə fikrimcə səhv etmək, amma burada ən vacib məsələlərdən biri də mən hər zaman deyirəm ki, səhv edək, problem deyil səhv eləmək. Amma misal üçün səhvi görürük ki, misal üçün mən bu hissədə deyək ki, bu qrammatikanın bu hissəsində səhv edirəm. Amma gedib o səhvin üzərində işləməmək məncə bu problemdir. Gedib onun üzərində işləmək lazımdır. Yəni səhvi dəfələrlə ediriksə, artıq o səhv olmur, bir choice olaraq, seçim olaraq. Ona görə fikrimcə səhv edək, problem deyil. Yəni ingilis dilində edin, vocabulary, pronunciation, tələffüz səhv edin, ancaq o səhvin üzərində gedin, çalışın, işləməyə çalışın. Əgər bunu edərsinizsə həqiqətən çox yaxşı. Yəni zamanla bunun faydasını görəcəksiniz. Digər çətinliklərə gəldikdə isə bir nüans motivasiya. Hər zaman bir tələbəm gəlmişdi bu yaxınlarda, deyir ki, öyrənməkdən əlavə mən motivasiya gözləyirəm sizdə. Aynən. Sizcə buna necə toxuna bilərik? Motivasiya hər zaman olurmu, yoxsa bunu yaratmaq və saxlamaq mümkündürmü? Necə deyək? Öz təcrübəmdən mən deyə bilərəm ki, motivasiya elə bir şeydir ki, yəni gəlib gedir də, yəni hava kimi bir şeydir. Müvəqqəti. Yəni müvəqqətidir. Və ümumiyyətlə öyrənmə prosesinə gəldikdə isə bayaq dediyim kimi biraz öyrənmə çox insanların xoşuna gəlməyən bir şeydir də. Amma sondakı nəticəyə biz fokus olsaq ki, okey, mən əgər ingilis dilini danışa bilsəm, öyrənə bilsəm, deyək ki, xaricdə təhsil alacağam. Ona özümüzü kökləsək, kökləmək çox yaxşı sözdür burada. Kökləsək özümüzü ora,
tezliyi falan hər şeyi motivasiya dönəcək bir növ disiplinli olacaq da. Bugün bu kitabı gətirmişəm. Yenə bu kitabı gətirmişəm əslində. Start with Why. Simon Sinek'in çox məşhur bir kitabıdır. O why tapmalısınız. Hansı ki bayaq qeyd elədik ki, o səbəb nədir? Mən ingilis dilini niyə görə öyrənmək istəyirəm? Nəticə olaraq siz ingilis dilini öyrənəndə zamanınızı sərf edəcəksiniz, enerjinizi sərf edəcəksiniz, maliyyə nöqteyi nəzərdən pulunuzu xərcləyəcəksiniz. Eynən. Yəni bu müəyyən sərfiyyatlar olacaq. O səbəbi tapmayacaqsınızsa çox rahat şəkildə də buraxacaqsınız prosesi, yəni. Eynən, həqiqətən. Motivasiya məncə çox etibarlı bir şey deyil. Motivasiya yaxşıdır, ancaq çox yaxşı olar ki, onu bir səbəbimizi tapaq, daha disiplinli olmağa çalışaq ki, mən ingilis dilini bu səbəbə görə öyrənmək istəyirəm. Səbəb budur. Məsəl üçün səndə nə idi səbəb? İngilis dilinə o drive eləyən səbəb? İngilis dilinə drive eləyən səbəb ilk əvvəl mən tapa bilmirdim. Yəni məktəb illərinə qayıtmaq istəyərdim. Bu məktəb illərində düzü məndə heç bir drive olmayıbdı. Təəssüf olsun ki, bu dilin necə gözəl olduğunu mən sonralar anlamış oldum. Artıq universitetdə təhsil aldıqda mən də həmin kimi kurslardan başlamışdım və müəllimin mənə verdiyi o belə deyim, məncə öyrənmə prosesində müəllimlə də bir axış da olmalısınız deyə fikirləşirəm. Bir balansda olmalısınız və təcrübəli insanlara, məncə işini bilən insanlara müraciət etmək lazımdır. İlk əvvəl həm də müəllimlə bir balansdaydım və belə deyim, ingilis dilini sevə-sevə artıq məktəb illərində yox, amma ki sonralardan sevməyə başladım və bundan sonra da hələ də davam edir. Mənim həyatım demək olar ki, ingilis dilindədir. Yəni podkastsız mən səhərlərimi təsəvvür eləyə bilmərəm, kitabsız mən günümü təsəvvür eləyə bilmərəm. Artıq bunlar mənim həyatımın bir hissəsi və hətta vərdişinə çevrilib. Belə deyərdim, sənin sözünə qüvvət Nicat, bunu disiplinə çevirmək lazımdır. Disiplindən öncə məncə vərdişə çevirmək lazımdır. Və bu yaxında da bir podkast dinlərkən uğurlu insanların formulasından birini öyrəndim ki, məhz uğurun bir formulası da sıxıcı işlərlə məşğul olmaq. İngilis dili olmasın, başqa iş olsun. Yəni ki, hər bir işi əgər siz günlük həyatınızın bir hissəsinə çevirirsinizsə, bu bir andan sonra sıxıcı gələ bilər. Amma uğura aparan yol elə sıxıcı işlərlə məşğul olmaq imiş və disiplinli olmaq, vərdiş halına çevirmək. Belə, artıq mən deyərdim ki, bu ingilis dili mənim mühitimdir, həyatımın bir parçasıdır və bir parçasına çevirmişəm və istədiyim yerə gəlmişəm və istədiyim yerə gəlmək o demək deyil ki, artıq bundan sonra nələrsə etməyəcəm. Əlbəttə ki, hər gün bir şeylər, yeni bir şeylər öyrənirəm. Səndə necə Nicat? Necə başlamısan? İnsanların çətinliyi var. Okay, biz burada deyirik ki, səbəbi tap. Mən çalışardım bir balaca orada müəyyən alternativlər verim öz təcrübəmdən və oxuduqlarıma əsasən. Ki biz dedik, okay, xarici təhsil olmaq ola bilər, yaxşı bir iş əldə etmək ola bilər, ingilis dilində məqsəd öyrənməklə, elə səyahət etmək ola bilər insanlarla. Bu beynəlxalq bir dil olduğuna görə əksər getdiyiniz ölkələrdə insanlarla müəyyən formada əlaqə ümumi bir dildir, yəni əlaqə ünsiyyət saxlaya bilərsiniz. Başqa misal üçün mən özümdən deyim, mən hər zaman ingilis dilini öyrənməmişdən əvvəl Azərbaycan və türk dillərində oxuyurdum kitabları, amma hər zaman ingilis dilində bir insan görəndə kitab misal üçün deyək ki, sosial mediada paylaşırdı. Buna bir qibtə ilə baxırdım və deyirdim, kaş ki mən də bilərdim, mən də öyrənərdim və s. bu kimi hisslər keçirdi beynimdən. Baxın, o hiss məndə oldu belə, drive oldu. Yəni ki, o kitabı oxumaq, ingilis dilində gedib o kitabı oxumaq falan mənim məqsədim idi. Sizdə də o misal üçün ola bilər o məqsəd. Atıram həqiqətən. Və məqsədim biri də dedim ki, mənim artıq qarşıma çıxan ingilis dilində filmə mən subtitlesız baxacağam ümumiyyətlə. Nəinki subtitle-la, subtitlesız baxacağam. İstədiyim podkastda mən rahatlıqla qulaq asacağam. Bu mənim məqsədim idi, yəni. Bu məni hər gün səhər belə deyim, yuxudan rahat məqsədlə qalxmağa mənə kömək edirdi ki, okay, bu şeylərə çatmaq lazımdır. Bunlar hamısı yavaş-yavaş olan proseslərdir təbii ki. Və məsələlərdən biri də biz ümumiyyətlə təbiət olaraq biraz insanlar tələsirik. Tələsmək problemdir. Çox tez nəticə istəyirik, okay. Hər şey bir dəqiqə olsun da, yəni belə bir ifadə də var. Beautiful things take time. Yaxşı şeylər zaman alaraq yenə də bu müəyyən formada gedir məsələni başa düşməyə. Səbirli insanlar məncə hər zaman qazanır. Səbirli olmağa mən dəvət edirəm həqiqətən sizi ingilis dilini öyrənmək prosesində o səbirli olun. Sadəcə qarşınıza çıxan maneələri belə deyim,
bir challenge olaraq qəbul eləyin və öhdəsindən gəlməyə çalışın. Mən də dediyim kimi kitab oxumaq, hətta mən deyə bilərəm ki, mən ilk kitabım təxminən hardasa bir intermediate səviyyəsi olardı. Heç kitab oxumağa hazır da deyildim. O formada deyildi ingilis dilim sözünü açıq. Amma bir məsələ var. Tələbələr deyir ki, mən ingilis dilim möhtəşəm olmalıdır. Hər bir sözü başa düşməliyəm də kitab oxumaq üçün. Hər bir şey unrealdır da, yəni real olmayan bir şeydir, yəni. İlk anda impossible-dur, amma ki, yəni bir müddətdən sonra possible eləyə bilərik. Yəni ki, kiçik-kiçik hədəflərlə ona nail ola bilərik ki, mən oxuduğum hər şeyi artıq başa düşəcəm. Yəni bu mərhələdən biz də keçmişik, kiçik-kiçik adımlarla. Əlbəttə. Yəni o nə demək istəyir? Məsəl üçün oxuduğum ilk kitab Atomic Habits-dir və bilənlər bilir ki, intermediate üçün çox çətin bir kitabdır həqiqətən. Amma mən o kitabı çalışdım ki, bildiyim detallara fokus olum, bildiyim sözlərə və o celebration məsələsi var da, qeyd etmək. Balaca şeylər. Mən sevinirdim həqiqətən nəyisə bir şeyi başa düşəndə. Bunları küçümsəmək olmaz məncə. Həqiqətən qeyd etmək lazımdır. Balaca bu formada o əgər oxuduğunuz sözü başa düşdünüzsə, cümləni, kitabı bitirdinizsə, onu qeyd etmək lazımdır. Qeyd etməyi toxunanda Nicat demək istərdim ki, məsələn, mən özüm də qarşıma məqsəd qoyuram ki, hər hansı bir işlə məşğul olam. 1 saat ərzində mən buna vaxt ayıracağam və ondan sonra isə məsələn sevdiyim şokoladla çay içəcəm, yaxud da özümə bir qab sevdiyim meyvələri hazırlayıb özümə, yaxud da gedəcəm hardasa restoranda oturacağam, kofe içəcəm. Yəni bu kimi şeylər özünüzü mükafatlandırmalısınız. Yəni kiçik bir şey kimi görsənsə də sizə, yəni özünüzü mükafatlandırmağa bacarmalısınız və bu da sizin uğurunuzun bir hissəsidir, bir parçasıdır. Yəni məncə uğurun böyüyü, kiçiyi yoxdur. Məsələn, onu tapmaq lazımdır ki, o balaca şeylər nədir? Alicə o şokolad ola bilər. Hər kəs üçün bir gedib film izləmək. Film izləmək. Nəysə deyək ki, bu səviyyəni qutarsam, bu səviyyənin axırında gedib bir film izləyəcəm, atıram misal üçün. Bunu eləmək ola bilər və s. Onu sadəcə onlar hamısı gərək oturub zaman sərf eləmək lazımdır. Yazmaq, pozmaq, fikirləşdikcə olay gəlir. Yoxsa o gəlməyəcək, öz-özlüyündən gəlməyəcək. Biraz onların üzərində araşdırma da etmək olar ki, mən özümü necə, hansı formada bu balaca bir, misal üçün deyək ki, A1 səviyyəsi bitirdim və A2-yə başladım. Necə onu celebrate edə bilərəm? Bu balaca bir nailiyyətdir. Balaca bir nailiyyət. Balaca görsənsə də amma məncə elə böyük uğurlar, kiçik bir şeylərdən başlayır. Eynən, tamamilə doğrudur. Bir də nüansa toxunmaq istərdim Nicat. Yəni bəzi tələbələr ola bilər, işləyənlər yaxud da təhsil alıb həm işləyən tələbələrim var ki, vaxtın azlığından şikayət edirlər. Məncə bu sizə ingilis dili yaxud da başqa bir şey öyrənmək üçün o qədər də bir bəhanə deyil. Əgər biz nəyisə öyrənmək istəyiriksə, onun üçün mütləq ki, vaxt tapacağıq. Vaxt ayırmırsa, demək o qədər də vacib deyil. Əgər vacibdirsə, mütləq ki, ona vaxt tapacağıq. İstədiyimiz şey üçün şübhəsiz ki, vaxt tapacağıq. İstəmiriksə, nə edəcəyik? Bəhanə tapacağıq. Bəzi insanlar həqiqətən başa düşürəm ki, misal üçün həqiqətən yoxdur vaxt. Yəni kifayət qədər vaxt yoxdur. Yəni ailəli ola bilər, işləyə bilər eyni zamanda, hətta təhsil də ala bilər. Onlar nə edə bilərlər? Ancaq mən fikirləşirəm ki, işləyir, hətta təhsil alır. Amma ingilis dilini öyrənmək istəyir. Əlbəttə ki, məncə 30 dəqiqə ən azından, düzdür, məsələ görülür ki, 2 saata qədər ingilis dilinə özünüzü, vaxtınızı verməlisiniz, özünüzü belə dedicate eləməlisiniz. Amma məncə elə 30 dəqiqə günün 1% də olsa, 30 dəqiqə özünüzü ingilislə məşğul edirsinizsə, deməli 1% də irəlidəsiniz. Aynen. Bu gedir formada. Yəni ayın axırında, yəni ki, bir ayın axırında 30% irəlidəsiz kimi fikirləşə bilərik. Çox yaxşı. Əlinizdən gələn edin. Və deyək ki, yarım saatınız var əlinizdə gün ərzində. O yarım saatı həsr eləyin. 45 dəqiqədirsə onu həsr eləyin. Sırf o zamanı ayırın ki, misal üçün işdən gələndən sonra, istirahət edəndən sonra mən 8-də artıq başlayacağam. Ta deyək ki, 45 dəqiqə bu spesifik qrammatikanın üzərində işləyəcəm. Və yaxud da bu 10 sözü öyrənəcəm və cümlə quracağam. O zamanı belə toxunmayın da, yəni sanki dərsdəsiniz, sırf o ingilis dilinə həsr edin. Eynən. Bir də məsələ burada ortaya çıxır. İnformasiya çoxluğu. İnformasiya indi hər yerdə, müəllimlər də var, indi ölkəmizdə maşallah. YouTube-da çoxlu videolar var, kitablar, hər şey var. İngilis dilində xarici müəllimlər hətta demirəm mən. Çoxdur yəni və məsələ budur ki, bu material, informasiya çoxluğu bəzən insanlara problem olur.
qarışıqlıq yaradır, confusiona, çaşqınlığa səbəb olur. Aydınlıq itir, yəni insan bilmir hardan başlasın, necə başlasın. Bu da çox problemli bir məsələdir və mən onu hər zaman çalışan insanlara tövsiyə edirəm ki, material çoxdur, bu çaşqınlığa səbəb olacaq. Ona görə biz çalışırıq ki, mümkün qədər mənim tövsiyəm o olardı ki, deyək ki, bir YouTube-da hər hansısa bir xarici müəllim ola bilər. O 1-2 kanala fokus olun. Özünüzü çox parçalamayın. Əlinizdə olanlar Parçaladıqca bir maraqlı bir məqamı. Essentialism kitabı var. Orada bir şey fikirləşək. Bir dairə və bizim enerjimiz ortada, dairənin içərisində. Və biz nə qədər ki fokusumuzu bölürük, çoxlu oxlar olsa, müxtəlif istiqamətdə çox balaca bir progress edirik. Amma enerjinizi bir istiqamətdə versəniz, deyək ki, okey, başa düşürəm, bəzi insanlar ola bilər maliyyə nöqteyi-nəzərdən gələ bilməzlər, kursla, müəllimlə falan işləyə bilməzlər. Mənim tövsiyəm odur ki, enerjinizi bir yerə verin, bir kanala verin, bir kitaba verin və oradan çalışın mümkün qədər faydalanmağa. Yəni bunda daha yaxşı nəticə gələcək. Çünki enerji bir yerə axacaq. Amma mən Instagramda da bir dəqiqəlik videoya baxım, nə bilim, filmə baxım, oradan YouTube-a nə edeyim. Bunlar hamısı çaşqınlıq yaradacaq və çoxlu istiqamətdə balaca bir inkişaf olacaq. Vurğulamaq istərdim ki, bir problem də odur ki, ən ideal vaxtı gözləyirlər başlamağa. Gələn aydan başlasam, yaxud da yayda başlayaram, mənim vaxtım daha çox bol olacaq. Məncə elə ideal vaxt elə bu gündür. Vaxtı eynən gözlədikcə biz artıq ertələmələrə doğru gedirik və il başa çatır, heç bir şey etməmiş əlimizdə, əli boş, yeni ilə giririk. Məncə də ona görə məsləhət görərdim ki, do not wait. Just the time will never be just right. Yəni indicə başlamaq lazımdır. Özünüzü artıq psixoloji olaraq da hazırlamalısınız ki, artıq mən başlayıram. Mən kiçik-kiçik qarşıma hədəflər qoymaqla addım-addım istədiklərimə nail olacağam. Həqiqətən də nail olunur. Yəni bəlkə başlanğıcda şübhəli yanaşa bilərlər tələbələr. Bir müddət 1-2 ay keçəndən sonra özləri belə danışdıqca wow effekti yaradır ki, aha mən bunu bacarıram. Eynən doğrudur əslində. Right time heç gəlmir. Kursa yazıl bugün. Yəni və yaxud da başla o kitabı oxumağa. O doğru zaman heç vaxt gəlməyəcək. Çox vacib məsələdir fikrimcə. O yenə də bizim elə mövzuya gəlib toxunur. Başlamaq insanların ən çox vaxt itirdiyi şeydən biridir, yəni. Başlayacağam. Qeyri-müəyyən gələcək zaman. Bəli, başlayacağam. Nə vaxt? Onu başlayıb və bitirmək lazım. Çünki başqa məqsədlər də var axı. Başqa öyrəniləcək bacarıqlar da var. Çünki nəticə olaraq həyat ingilis dilindən ibarət deyil ki. Gedib məsələn piano çalmağı öyrənə bilərsən ingilis dilində bitirəndə. Amma sən hələ də ilişib qalmısan ingilis dilində. Onu bitirmək lazımdır axı mümkün qədər. Doğru vaxt məsələsində bu məşhur film var, Apollo. Orada çox məşhur bir ifadə keçir. There is no tomorrow. Sabah yoxdur, bugün var. Həqiqətən buradan izləyicilərimizə deyərdim ki, bu epizoddan sonra oturub o məqsədləri qeyd etsinlər özləri üçün. Bugün də qeyd etsinlər, sabah da qeyd. Çünki çoxu zaman biz bir şeyin vacibliyini dəfələrlə beyninə yeritməliyik ki, başa düşsün də vacibliyini. Ona görə mən tövsiyə edirəm ki, bu epizoddan sonra o məqsədinizi yazmağa çalışın ki, mən nədir və o zaman qoyun ki, okey, bugündən artıq mən başlayıram və davamlı olacağam, consistent olacağam. Hər gün bu saatda saat 8-dən 10-a qədər mən ingilis dilinə sərf eləyəcəm və bu ay bu səviyyəyə çatacağam, nə olursa olsun. Əgər bunu eləyəriksə, bu bizi motivasiya edəcək. Motivasiyadan disiplinə doğru gedirik artıq. Vərdişlərə doğru gedirik. Məsələn, mən özümdən misal çəkmək istəyirəm, Nicat. Ki, hər gün məsələn mən 6-7 arasında duracağam və mənim bir məkanım var. Artıq məkanı seçmişəm ki, mən bunu harda edirəm. Artıq bu məkanı gördükcə bilirəm ki, bu mənə drive edir ki, yəni ki, sən bunu etməlisən. Bir masam var və masanın üzərində hər şeyi vizual etmişəm. Yəni ki, nə edəcəyimsə. Əgər mən günlüyümü yazacağımsa, yəni bəli, günlüyüm masamın üzərində olmalıdır və kompüterdə iş görürəmsə, bu vizual olmalıdır. Yəni mən bu işlərimi görürəm, ondan sonra işimə başlayıram belə deyim. Ancaq mən özümə prioritet seçdiyim və bir gün öncə list etdiyim, yəni ki, list yazıram, mən sabahsı gün nə edəcəm. Bunları etdikdən sonra artıq günümə başlayıram və demək olar ki, günün səhər saatlarında etdiyim işin
bütün gün üçün edəcəyim işlərin demək olar ki 50%-ni etmiş oluram. Artıq bu mənim həyatımın bir hissəsidir. Başlamaq lazımdır. Eynən bunu eləmək. Bəzən insanlar deyir ki, ilk başlanğıcdan hər şey möhtəşəm olsun da, yəni. Belə, yəni bu da insanı müəyyən formada geriyə salan bir. Məncə çalışmaqla insanlar bunu təqib etsinlər. Yəni bu vərdişləri varsa üzərində işləsinlər. Çünki çox az nadir hallarda o ki, bir şeyi bilməyək, bacarmayaq və ilk dəfədən onu çox yaxşı edək. O ingilis dilində də başlamaq səhvlərlə olacaq, vərdiş halına gətirmək çətin olacaq. Bir gün eləyə biləcəksiniz, bir gün. Disiplin hər gün 100%lıq performans göstərmək demək deyil ki. Bir gün ola bilər ki, yarım saat sərf edə bilərsiniz ingilis dilinə, bir gün 45 dəqiqə, bir gün 1 saat, 2 saat. Amma disiplin consistency ilə əlaqədar. Yəni mən hər gün edirəm. 5 dəqiqədə olsa edirəm. Ancaq bir gün, 2 gün buna ara veririksə, o demək deyil ki, uğursuzluğa uğradım. Eynən bu məndə də olub. Yəni o demək deyil ki, hər gün mən saat 6-da 7-də durdum və işlərimi gördüm və sonra isə işimə başlayıram. Bəzi bir hallar olub ki, artıq istəməmisiz bunu görməyə 1-2 gündən sonra, amma həmin bir şeyə qayıtmışam. Sanki mən hiss edirəm ki, su və hava kimi nəsə çatmır. Artıq vərdiş etdikdən sonra mən müşahidə edirəm ki, bu şeylər bir həyatımın parçasıdır. Mən etməsəm sanki nəsə çatmır. Eynən, çünki vərdiş olub artıq. Əgər bir insan artıq o səviyyəyə gəlibsə, saxlamaq üçün bəli podkastda qulaq asırsa, film izləyirsə, onu müəyyən formada vərdiş halına gətirməlidir ki, bu ingilis dili yerində qalsın, yəni unutmasın. Bəli, eynən Nicat. Və mən fikirləşirəm ki, mövzumuzu yetərincə əhatə elədik bu günləri. Ümid edirəm ki, yəni bu epizodumuz dinləyicilərimiz üçün faydalı oldu və bu son olmayacaq. Çalışacaq ki, bu formada fərqli mövzularla qarşınızda olaq və tövsiyələrimizi verək. Hansı ki, çalışın ki, yəni edin həqiqətən, edin, praktiki olsun. Yəni mən hər zaman bilik olaraq qalmasın da, yəni bir şey. Danışın, gedin, nə bilim, kimlənsə danışın. Bacarıqları ortalığa qoymaq düzdür. Yazın. Yəni bilik olaraq qalmasın. Çünki biliklə bacarıq tamam fərqli bir şeydir. Ümid edirəm ki, bu kimi epizodlarımız sizə o yanacaq olacaq, yəni ki, sizi hərəkətə keçirəcək və ümid edirəm ki, faydalı oldu. Əgər faydalı olduğunu da fikirləşirsinizsə, dostlarınızla bölüşməyi unutmayın ki, onlar da bu epizodumuzdan faydalansınlar. Eynən. Bəli, eynən. Son sözlərimiz varsa. Eynən, məncə də sevdiklərinizlə, dostlarınızla paylaşın ki, onlar da bizim platformadan yararlansınlar və sağlıqda, sevgidə qalın. Hələlik. Digər görüşlərə dək. Sağ olun.